ölümdən sonra həyata etiqad etməyəni ağıllı saymayıblar. Hədislər deyir ki, bir insanın əgər metafizik və fəlsəfi düşüncəsi yoxdursa və həyatın mənası mövzusunda bu insan düşünmürsə və bunu anlaya bilmirsə, bu insana ağıllı deyə bilməzsən. Yəni ətrafında gedən proseslərin hara gedəcəyini bu adam tuta bilmir. Bilmir ki, bu həyat hara gedir, bu həyatda bunun yeri nədir, hardan gəlib, nə üçün gəlib və bu aləmdə bu yamaq kimi deyil, bu nizamda bunun bir yeri var. Bunu ağıl dərk eləyir. Elmi olmasa belə, yəni bunun üçün elm lazım deyil. Bir insan kör ola bilər, ancaq ağıllı ola bilər. Bir insan kar ola bilər, ağıllı ola bilər. Yəni məlumatı yoxdur, ancaq bu ağıllıdır. Çünki bu insan dərk eləyir. Fəlsəfədə də belə bir mövzu var. Deyir ki, hansısa bir həqiqətləri anlamaq üçün, ümumi anlayışları anlamaq üçün insanın gözünə, qulağına, lamisə toxunub hiss etmə qüvvələrinə ehtiyac var, yoxsa yox? Klassik fəlsəfədə bəziləri deyirlər var. Sən görməsən, ümumi anlayışları anlaya bilməzsən. Ancaq bəzi filosoflar deyir ki, ümumiyyətlə, ağlın işləyib müəyyən o həqiqətlərə çıxması üçün sən kör olsan belə, kar olsan belə, bir dənə ağlın işləyirsə, yəni bu kifayətdir. Mən şəkk eləyirəm, deyirəm varam. Bir dənə sadə şəkdən belə sən böyük bir məlumatlara gedib çıxa bilərsən. Çox ciddi bir mövzudur. Quran da fərq qoyub. Alimi həmişə ağıllı saymayıb. Ağıl dini ədəbiyyatda daxili peyğəmbər kimi keçib. Yəni ağıl daxildə bizim bir çırağıdır. Əgər xaricdəki peyğəmbər olmasa belə, Allah peyğəmbərləri göndərməsə belə, daxildəki ağıl səni bir yerlərə aparacaq. Və xarici peyğəmbər var, gəlib sənə həqiqətdən danışır, böyük mətləbləri sənə bəyan eləyir. Ancaq sənin daxili peyğəmbərin susubsa və yaxud da o kordursa, sənin qulaqlarının o sözləri eşitməyin heç bir faydası yoxdur. Bəzən övladıma, kimlərəsə nəsihət eləyirsən, görürsən bunu anlamır. Anlamırsa bunun daxili peyğəmbəri susub, yəni daxili elçi. Allahla məxluqu arasında olan o daxili bir rabitə, o körpü qırılıb. Əgər o qırılıbsa, onu da insan özü qırır da, onu heç kəs qırmır. O qırılıbsa bu həqiqətləri dərk edib anlaya bilməyəcək.